Daha önce qeyd eləmişdik, gözümüzün ağını örtən təbəqəyə konjüktiva deyirik və həmin təbəqənin iltihabına konjüktivit deyirik. Amma uşaqlarda bəzi məqamları var konjüktivitlərin. Özəlliklə yeni doğulmuşlarda ilk dəqiqələrində, saatlarında həddindən artıq çox axıntı olarsa, özəlliklə belə yaşılımtılı axıntı olarsa, biz özəlliklə burada infeksiyalar düşünürük, qonореya, xlamidiya kimi. Uşaqlarda gördüyümüz bir hal olur. Gözü daim sulanır, çirklənir və valideynlər mən görürəm ki, biz deyir, falan damcını istifadə edirik, o damcını işlətdik, bunu işlətdik, amma xeyri yoxdur. Niyə xeyri yoxdur? Əslində bu konjüktivit şəklində özünü göstərən göz yaşı kanalının tıxanıqlığıdır. Həmin uşaqların əgər göz yaşı kanalına yönəlik uyğun masaj olunmazsa, istədikləri qədər o damcını töksünlər, xeyri yoxdur. Çünki masaj 90% uğurla müalicə edir. Bu səbəblə uzun müddətli əgər antibiotik istifadə edirsə damcı şəklində bir göz həkimi ilə məsləhətləşib həmin masajı sizə öyrətməsini tövsiyə edərdim.